ağıl ki, Allahın insana bəxş etdiyi nemətlərdən biridir və önəmli nemətlərdən biridir. İnsan üçün həll edici rola sahibdir və əhəmiyyətlidir. İmam Baqir əleyhissalamdan bir hədis var, buyurur: "Ləmmə xələqəllahul əqlə istəntəqəhu." Belə ki, Allah ağlı yaratdı, sonra onunla danışdı. Danışdırdı onu. Thumma qala ləhu, dedi onun üçün əqbil, fəəqbələ. Thumma qala ləhu ədbir, fəədbərə. Ağla əvvəl dedi, gəl qabağa. Gəldi. Dedi, ged arxaya. Getdi arxaya. Thumma qala və izzəti. Sonra buyurdu, izzətimə and olsun və cəlalıma and olsun. Ma xələqtu xəlqən huvə əhəbbu iləyyə mink. Səndən sevimli bir məxluq yaratmamışam. Ağla dedi. Və sonra belə bir cümlədə işlətdi. Və la əkməltukə illa fi mən uhibbu. Mən yalnız sevdiyim bəndələrdə səni təkmilləşdirərəm. Ağlamaya verilib, amma təkmilləşməyi önəmlidir. O da istifadə olunduğu zaman, düşündüyü zaman, insan ağlından bəhrələndiyi zaman təkmilləşir. Deyir, onu sevdiyim bəndələrimdə yalnız təkmilləşdirərəm. Sonra buyurur, əmma inni iyyəkə amur və iyyəkə ənha. Ağıl, dedi, bilirsən, mən sənin vasitəndən əmr edirəm bəndələrim. Sənin vasitənlə onları çəkindirirəm, qadağa qoyuram onlara. Və iyyəkə uaqibu və iyyəkə usibu. Sənin vasitəndən mən əgər bir bəndəni cəzalandırıramsa, cəzalandırıram. Sənin vasitənlə onlara savab verir. Əgər sən olmasaydın, nəyə əmr edərdin? Nədən çəkindirərdin? Necə əzab verərdin? Necə mükafat verərdin? Savab verərdin? Yəni, insan əgər əmr olunmağa, qadağa qoyulmağa ona layiqdirsə, bu ağlın vasitəsidir. Allah insanlara ağıl verdiyi üçün, düşünmə qabiliyyəti, bacaracağı verdiyi üçün onlara əmr edir. Onları çəkindirir. Ya onları mükafatlandırır, ya onlara savab verir. Bu cür olmasaydı mümkün deyildi. Ağıl çox böyük bir nemətdir həqiqətən. Allahdan elə istəyimiz budur ki, Allah ağlımızı əlimizdən almasın. Və həmçinin ağlından istifadə edənlərdən bizi almasın. Bu daha önemli.